Salam, hər vaxtınız xeyir olsun. Sənan müəllimdən bir dənə sual var. Miop və astigmat arasındakı fərq. İkisi də refraktiv qüsurdur. Miop da, astigmat da. Bizim əslində 3 cür refraktiv qüsurumuz var. Miop, hipermetrop, astigmat. Yəni gözün mənfi işarəli olan dərəcələr, sındırma gücü, müsbət işarə olan dərəcələr və nahamarlıq. Mioplarda mən çox bunu izah eləmişəm müəllimlə. Buynuz qışağının relyefinə bağlı bir problemdir. Buynuz qışağının standart bir əyriliyi var. Tutaq ki, 44 dioptriya. Normadan çox dik olanda göz mənfi olur, miop. Normadan yastı olanda göz müsbət olur, hipermetrop olur. Və əlavə hamar olmalıdır. Hamar deyil, əgər kələkötürlük varsa, bu astigmatizm deməkdir. Yəni, bunlar miop da, hipermetrop da, astigmat da buynuz qışağının relyef problemidir. Ona görə astigmatın da əslində bir sadə astigmat var, yəni normal 50 radiusuna malik olan bir buynuz qışağında kələkötürlük var. Miopik astigmatizm, yəni dik korneada kələkötürlük, bir də hipermetropik astigmatizm, yəni yastı buynuz qışağında kələkötürlük. Miopla astigmat refraktiv qüsurların növləridir, bir-birinin eynisi deyil, fərqlidir. Miop buynuz qışağının əynilik radiusunun total ümumi bir dəyişməsidir. Astigmat isə buynuz qışağının səthində fərqli hissələrdə nahamarlıqlar. Bunun nəticəsində də gözün sındırma gücü çox fərqli olur və gözə düşən işıq şüaları vahid bir fokus nöqtəsinə yığışmır, dağınıq olur. Ona görə astigmatlar əksər hallarda görmələrini daha dəqiqləşdirməkdən ötürü, rahatlatmaqdan ötürü gözlərini sıxırlar. Daha dar sahədən baxmağa çalışırlar, daha keyfiyyəti görə bilməkdən ötürü.